Travmalı uşaqlar valideyn olanda nə baş verdi? Tələbkar və sərt valideynlərin böyütdüyü uşaqlar zamanla özləri valideyn oldular. Onlar bir qərar verdilər. Mənim yaşadığımı uşağım yaşamasın. Mən görə bilmədiklərimi o görsün. Amma bəzən bu yaxşı niyyət başqa bir ifrata çevrildi. Sərhəd qoymaq əvəzinə hər istəyi yerinə yetirildi. Yox sözünü eşitməyən, məyus olmasın deyə qarşısındakı maneələri götürülən bir nəsil böyüməyə başladı. Beləcə maraqlı bir paradoks yarandı. Bir nəsil sevgisizlikdən yaralandı, digər nəsil isə sevgini sərhədsizliklə qarışdırdığı üçün çətinlik yaşamağa başladı. Halbuki uşağın ehtiyacı nə sərtlikdir, nə də hər istədiyinin olması. Uşağın ən böyük ehtiyacı sevgi ilə qoyulan sağlam sərhədlərdir. Məqsəd uşağın yolundakı bütün maneələri aradan qaldırmaq deyil. Məqsəd qarşılaşacağı maneələri sağlam şəkildə aşmağı bacaran, emosional cəhətdən güclü bir insan yetişdirməkdir. Və bəlkə də 80-90-cı illər tarixdə yox eşidərək böyüyən, amma öz övladına yox deməkdə ən çox çətinlik çəkən nəsil kimi xatırlanacaq.